Vay halına iftiraçının ve günahkarın. O, Allah'ın ona okunan ayələrini eşidir ve sonra sanki onları eşitmemiş kimi təkəbbür göstərərək inatkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ. O, ayələrimizdən bir şey öyrəndiyi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır. Qarşıda onları cəhənnəm gözləyir. Nə qazandığı şeylər, nə də Allahdan başqa tutduqları himayəçilər onları əzabdan qurtara bilməyəcəklər. Onları böyük bir əzab gözləyir. Bu Qur'an doğru yol göstəricisidir. Rəbbinin ayələrini inkar edənləri ən pis cəza, ağrılı-acılı əzab gözləyir.